Qaçaq Nəbi Aloğlu 1854-cü ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. Alı kişi 7 nəfərdən ibarət ailəni çətinliklə dolandırır. Buna görə də o Nəbini hələ kiçik yaşlarında Şuşadakı tacirlərin yanında nökərçiliyə verir. Atasının ölüm xəbərini alıb kəndlərinə qayıdan Nəbi ailələrinə başlıq etməyə məcbur olur. Bir müddət sonra isə Nəbinin anası da vəfat edir. O, özündən yaşca balaca bacısı Zeynəbi və qardaşı Mehdini dolandırmaqdan ötürü qapılarda muzurluq etməyə başlayır. Ata və anasının vəfatından sonra Nəbi Yuxarı Mollu kəndindən olan Mollaxanalının qızı Həcərə aşiq olur və onunla evlənmək qərarına gəlir. Nəbinin həyatında və qaçaqlığında Həcərin xüsusi yeri olub. Belə ki, olduqca gözəl qadın olan Həcər heç kimdən və heç nədən çəkinmədən daim at belində, əlində silahla Nəbinin yanında olur. Onunla birlikdə dağlarda, dərələrdə yaşayır. İsti aylarda adətən bütün Elad kimi Mollu kəndinin cəmaatı da yaylağa köçürmüş. Yaylaqdan qabaq lazımi şeylər almaq üçün cəmaat Naxçıvana gedərdi. Qaydanda karvan bir kəndin yanında gecələyir. Həmin kəndin cəmaatı Mollu cəmaatını talamaq üçün onlara hücum edir. Vuruşmada bir nəfər ölür. Sonra iki kənd arasında barışıq yaranır. Ancaq iş divana düşdüyündən Naxçıvanda məhkəmə olur. Nəbi arxayın olur ki, arada barışıq var, yəqin tutqu olmaz. Ona görə də məhkəməyə gedir. Burada onu günahkar sayıb həbs edirlər. Bu, Nəbinin ilk həbsi olur. Naxçıvan türməsində yatan Nəbini Şuşa qalasına aparan zaman qolu bağlı olsa da yolda qaçmağa nail olur. Nəbinin ikinci dəfə tutulması birbaşa Qubadlı bəylərinin əli ilə olur. Belə ki, Mollu kəndinin yaxınlığında digər kənddən olan bir nəfəri Qubadlı bəylərindən birinin qardaşı öldürür. Həmin kəndin adamları bunu Mollu kəndindən bilirlər. Bundan istifadə edən bəylər həmin işi Nəbinin üstünə atırlar. Beləliklə, Nəbini tutub qazamata salırlar. Lakin bu dəfə də Nəbi Gorus qazamatından qaça bilir. Nəbi həbsdən qaçaraq həmkirlərini ətrafına toplayaraq dağlara qalxırlar. Beləliklə, Nəbinin qaçaqlıq həyatı 1875-ci ildən başlayır.